Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Bu videomuzda sizlərlə birlikdə statistika jurnallarını tam şəkildə nəzər salacağıq. Videomuza keçid etməzdən əvvəl hər birinizdən xahişimiz odur ki, zəhmət olmasa kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz. Belə olduğu halda siz növbəti videolarımızın anında xəbərdar ola bilirsiniz. Eləcə də yeni videolarımızın ardının gəlməsinə səbəb ola bilirsiniz. Yəni biz də baxırıq ki, hansı tip videolarımız abituriyentlər tərəfindən, valideynlər tərəfindən, ümumiyyətlə izləyicilərimiz tərəfindən daha çox maraqlı qarşılanır, izlənir və tələbat var. Və biz sizlərin o abunələri, layıqları, şərhləri əsasında buna qərar veririk ki, hansı belə deyək, mövzu sizin üçün daha maraqlıdır. Və qeyd eləyək ki, bir daha 19 avqust tarixində ixtisas seçimi prosesi Dövlət İmtahan Mərkəzi tərəfindən yekunlaşacaq, sistem bağlanacaq. O vaxta kimi kimlər ki, ərizələrini təsdiq etməyib, təsdiq etsinlər, kimlər ki, ixtisas seçimini etməyiblər, 070 742 2818 WhatsApp nömrəmizə yazmaqla ixtisas seçimi üçün bizimlə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçən hər bir abituriyentimiz üçün konsultasiya saatı ayrılacaq və həmin konsultasiya saatında onların ixtisas seçimi və kodlaşdırma prosesi icra olunacaq. Qeyd eləyək ki, bu il əvvəlki illərlə müqayisədə rəqabət daha çoxdur, xüsusilə də yüksək bal aralıqlarında rəqabət daha çoxdur. Ona görə də hər bir abituriyent ixtisas seçimi edərkən diqqətli olmalıdır, buna sıradan bir proses kimi yanaşmamalıdır və işinizi peşəkarlara etibar etməlisiniz. Birinci qrupda gəlin statistik göstəricilər nəzər yetirək. Jurnalı başdan ayağa bütün 5 qrupun 5-ində paylaşacağım. Sizlər də bol-bol şərh, like, yorum, abunə gətirərsiniz inşallah bu videomuza. Çox saylı istəklərə əsasən statistika jurnallarını tam şəkildə paylaşırıq bu videoda. Birinci qrupda bilirsiniz ki, 150 balıq ixtisasları RK alt qrupunda olan abituriyentlər seçə bilər. RK alt qrupunda, baxın, burada da qeyd olunub ki, RK alt qrupunda ümumi balı 200 baldan və əslində blok balı RK-da 50 baldan yuxarı olmalıdır. Rİ-də isə blok balı 100 baldan yuxarı olan abituriyentlər seçim edə bilirlər. Və RK-da 150 balıq ixtisaslar seçə bilirlər. Baxın, ona görə deyirik, baxın, rəqabət nə qədər yüksəkdir. Hətta qeyd eləyək ki, 500-510 aralığında 1009 nəfər RK alt qrupunda bal toplayıb. 490-500 bal aralığında 1113 nəfər. 480-490 bal aralığında 1216 nəfər. Yəni getdikcə, baxın, bu hələ, məsələn, əvvəlki illərdə biz bu situasiyaya daha çox 300 bal aralığında rast gəlirdik. İndi isə baxın, 500 bal aralığında, hətta 500 plus toplayan abituriyentlər arasında rəqabət daha çoxdur. Bu nə deməkdir, əziz abituriyentlər? Bu o deməkdir ki, ixtisas seçim prosesi diqqətli şəkildə aparılmalıdır. Sıradan bir proses kimi yanaşmamalısınız. Çünki rəqabət həqiqətən də çoxdur bu il digər illərlə müqayisədə. Məhz bu baxımdan Dövlət İmtahan Mərkəzi subakalavrlar üçün yerlərin sayını bir qədər azaltdı və o yerləri 150 balıq ixtisaslar üçün artırdı. Baxın, 200-210 bal aralığında 7662 abituriyent bal toplayıb. O deməkdir ki, 7662 abituriyent 200-210 balıq ixtisaslar uğrunda mübarizə aparır. Və bu il 5-ci qrupda da rəqabət əvvəlki illərdən daha çox olacaq. Çünki yüksək ballı yerlərdə də rəqabət güclü olduğundan aşağı ballı toplamış abituriyentlər, hətta belə deyək, 3-cü qrupda DT üzrə seçim edə bilməyən və 1-ci qrupda Rİ üzrə seçim edə bilməyən abituriyentlər, yəni buraxılmayan imtahan müsabiqə şərtlərini ödəməmiş abituriyentlər, belə deyək, ixtisas seçiminə buraxılmadığından onlar üz tutacaqlar buraxılış balları ilə 5-ci qruplara. Ona görə 5-ci qrupda bu il ağırlıq daha çoxdur. Həm əvvəldən 5-ci qrupu məqsədlənmiş abituriyentlər üçün belə deyək, rəqabət var, həm də bütün qruplar üzrə müsabiqə şərtlərini ödəyə bilməyən abituriyentlər hara üz tutur? 5-ci qrupa. Ona görə də çalışın ki, düzgün ixtisas seçiminə diqqət edəsiniz. İndi isə 2-ci qrup statistika jurnalına baxırıq. İkinci qrupda bildiyiniz kimi iqtisadi yönümlü ixtisaslardır və burada belə deyək 150 balıq ixtisaslar, marketinq, biznesin idarə olunması, turizm bələdçiliyi, turizm işinin təşkili, mühasibat, dövlət və bələdiyyə idarə etməsi, maliyyə, iqtisadiyyat, menecment,
Beynəlxalq ticarət, logistika, nəqliyyat, servis, nəqliyyat növləri üzrə. Bunlar 150 balıq ixtisaslar kateqoriyasına daxildir. Və sizlər də bütün bu jurnallar, hansı ki Abituriyent 4 jurnaldır, Abituriyent 2 jurnaldır, subbakalavrlar üçün uyğunluq jurnaldır, eləcə də statistika jurnallardır, PDF versiyasını 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla əldə edə bilərsiniz. Üçüncü qrupa gəlin baxaq. Üçüncü qrup ən ağır qrup. Bu il vəziyyət daha da kritikdir. Rəqabət daha çoxdur. Bu qrupda xüsusilə də DT üzrə müsabiqə şərtləri TC-yə nisbətən daha ağırdır. Yəni burada siz blokdan 100 bal keçməlisiniz, TC-də isə 50 bal keçməlisiniz. Ən pisi odur ki, DT üzrə ixtisaslar və TC üzrə ixtisaslar ayrı-ayrıdır. Yəni DT üzrə keçməyən abituriyentlər TC üzrə seçim edə bilmirlər. Yəni hər bir alt qrup özünə xas olan belə deyək, alt qrup üzrə ixtisaslara, icazə verən ixtisaslara seçim edə bilərlər. Gəlin burada baxaq DT üzrə. Deməli, DT alt qrupunda sizin ümumi balınız 200-dən yüksək olmalıdır. Blok balınız 100-dən yüksək olmalıdır. Yəni 100 plus olmalıdır. Və baxın, burada da rəqabət daha çox. Hətta burada qeyd edək ki, 590-600 bal toplamış abituriyent sayı 1123-dür. 580-590 bal aralığında toplamış abituriyent sayı 1343-dür. Get-gedə sayı çoxalır. Hətta 470-480 bal aralığında toplamış abituriyent sayı 5310-dur. Bu deməkdir ki, hər bal kateqoriyası üzrə bu sayı qədər abituriyentlər bir-biri ilə rəqabət aparır. Bu nə deməkdir? Bu demək ki, ixtisas seçiminizi peşəkarlara etibar edəsiniz. Deməyin ki, 600 plus toplamışam, 500 plus toplamışam, 400 plus toplamışam, mütləq qəbul olacağam. Xeyr. Əgər siz yanlış ixtisas seçim edəcəksinizsə, qəbul olmama şansınız da var. Və bu da sizi hara aparır? Ya ikinci şans ixtisas seçimində boş qalan plan yerləri üçün, ya da gələn yenidən imtahanda iştirak etməyə aparır. Ona görə də siz olun, vaxtınızı, işinizi peşəkarlara etibar eləyin. Və çalışın ki, hər növ konsultasiyalardan yararlanasınız. 200-210 bal aralığında 20.805 abituriyent mübarizə aparır. 210-220 bal aralığında 20.559 abituriyent, 220-230 bal aralığında 20.150 abituriyent və bu formada getdikcə artmağa doğru gedir. Yəni gördüyünüz kimi 20.000, hətta burada isə 24.653 nəfər TC üzrə 160 bal aralığında toplayıb. İndi isə 4-cü qrupa keçdik. Dördüncü qrupda 150 balıq ixtisaslara nələr aiddir desəniz, balıqçılıq tərəvəzçiliyi, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura, eləcə də buradan ekologiya ixtisası 150 balıq ixtisaslara aiddir. Dördüncü qrupda da rəqabət yenə var. Nəzərə alsaq ki, hər qrup üzrə müəyyən qədər plan yeri ayrılır, ümumi plan yerləri ayrılır. Burada da 200-210 bal aralığında toplamış abituriyent sayı 4582 nəfərdir. 210-220 bal aralığında toplamış abituriyent sayı 4581 nəfərdir. Yəni gördüyünüz kimi 4-cü qrupa görə də rəqabət kifayət qədər yüksəkdir. Hətta tək keçən il 5-ci qrupdan 20.500 abituriyent kəsilmişdi. Bu bilirsiniz nə deməkdir? Bu il ondan da artıq olacaq deməkdir. İndi isə gəlin 5-ci qrupa baxaq, nəzər yetirək. 5-ci qrupda isə ixtisas seçimi buraxılış imtahanı əsasında aparılır və burada ixtisaslar iki yerə ayrılır. Qabiliyyət tələb edən, qabiliyyət tələb etməyən. Yəni düzdür, o bir qruplarda da var. Məsələn, 3-cü qrupda jurnalistika ixtisası qabiliyyət tələb edir, 1-ci qrupda memarlıq ixtisası qabiliyyət tələb edir və s. 5-ci qrupda isə demək olar 90% ixtisaslar qabiliyyət tələb edir. Balları 50 baldan başlayır.
Digər ixtisaslar isə belə deyək, qabiliyyət tələb etməsə belə balları kifayət qədər yüksəkdir. Burada isə belə bu formatda ayrılır. Məsələn, tədris sənəd müəllimliyi, komissiya 13. Yəni kimlər ki, qabiliyyət imtahanı tədris sənəd müəllimliyi üzrə veriblər, deməli, burada bu formata baxılır. 60-70 bal aralığında toplanmış 1052 abituriyent var. Amma nəzərə alsaq ki, digər qruplardan da seçənlər olacaq. Dizayn ixtisası üzrə, baxın, bu formada kateqoriyalaşdırılıb. 60-70 bal aralığında 1185 abituriyent rəqabət aparır. Musiqi müəllimliyi ixtisası üzrə 60-70 bal aralığında 229 abituriyent rəqabət aparır. 100-110 aralığında 148, 90-100 bal aralığında isə 170 abituriyent mübarizə aparır. Buyurun əziz abituriyentlər, sizlər də peşəkar ixtisas seçimi üçün 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla ixtisas seçimi üçün qeydiyyatdan keçə bilərsiniz. Konsultasiya saatı ayıracaq, növbənizdə ixtisas seçimi kodlaşdırma prosesini keçirəcək və kimlər ki, ixtisas seçimi prosesini yekunlaşdırıblar, ancaq özləri ediblər və əmin deyirlər qəbul olacaqlar, yaxud yox. Həmin abituriyentlərə də 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla seçim siyahısını göndərməklə siyahının yoxlanışını xidmətimizdən yararlana bilərlər və mütəxəssis müəllimlərimiz tərəfindən siyahıya baxış keçiriləcək, qəbul faizi çıxarılacaq və abituriyentə barədə məlumat veriləcək. Sıralamada hansı yer dəyişmələri etməlidir? Ümumiyyətlə sıralama düzgün aparılıb, yoxsa yox? Bu kimi suallarına məhz cavab tapa biləcəklər. Odur ki, sizlər də düzgün ixtisas seçimi, peşəkar ixtisas seçimi, uğurlu karyera istəyirsinizsə 070 742 28 18 WhatsApp nömrəmizə yazın. Nə qədər ki, ixtisas seçimi prosesi yekunlaşmayıb, sistem aktivdir. Bu şansınızdan yararlanın ki, tələbə adını qazana biləsiniz. Özünüz də bizim seçimlərimizə gəldikdə aradakı fərqi görəcəksiniz. Yəni, digər yerlərlə bizim fərqimizin nə olduğunu aydın şəkildə görəcəksiniz. Ki, bizlər necə bütün müraciətlərə individual və peşəkar şəkildə yanaşırıq. Yəni, bizim üçün sizin sadəcə tələbə adını qazanmağınız önəmli deyil. Bizim üçün önəmli olan nüanslardan biri də sizin gələcək perspektivi olan, iş tapa biləcəyiniz, belə deyək, həm də milli, həm də xarici olaraq, xarici ölkədə həm oxuma, həm işləmə şansı qazana bilməyiniz. Yəni, bütün bunlar hamısı mühüm şərtlərdir. Ümumiyyətlə, magistraturada rahat şəkildə 40-100 ballı qəbul ala bilməyiniz üçün. Yəni, bütün bunlar hamısı ixtisas seçimindən asılıdır. Siz bakalavrda hansı ixtisas seçsəniz, magistrda da o ixtisasda irəliləməlisiniz. Yəni, asan bir qəbul ola bilən, belə deyək, maraqlarınıza uyğun olan, dövrün perspektiv, aktual ixtisaslarını seçin ki, sizlər üçün də karyera planlamanız daha rahat olsun gələcəkdə. Buyurun, əziz abituriyentlər, əziz bakalavrlar, sizlər də ixtisas seçimi üçün müraciət edin qısa bir müddətdə. Bugün ayın 17-sidir. Hələ ki, vaxtınız var. 19-da sistem bağlanacaq. Sizlər də peşəkar xidmətimizdən yararlana bilərsiniz. Jurnalların PDF üçün də 077 42 28 18 WhatsApp nömrəmizə yaza bilərsiniz. Bu videonun aşağısında şərh bölməsində bütün suallarınızı ünvanlaya bilərsiniz. İxtisas seçimi prosesi ilə bağlı, jurnallarla bağlı və s. Hər birinizə uğurlar arzu edirik. Sizlərdən xahişimiz odur ki, kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz ki, növbəti videolarımızın anında xəbərdar ola biləsiniz. Və qeyd edək ki, kanalımıza abunə olmuş abituriyentlərin sualları ətraflı şəkildə cavablandırılacaq. Buyurun, bugünkü videomuz bu qədər. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, hələlik.